Küfürüm sizin bura çıxaranın üzünə. İnsanlara ayrılığı, boşanmanı tövsiyə edirsiniz. Hansı kanaldır sizi veriş çəkən? Sizin başınız kimdir vəbşi? Çox gözəl bir rəy bildirib izləyici. Təşəkkür edirəm. Yəni bu nalayiq ifadələrlə fikir bildirmək ilk öncə hər kəs öz mədəniyyətini, öz tərbiyəsini göstərir. İkincisi də ki, kanal yox, yəni belə deyim, YouTube və Spotify-da bizim veriliş yayımlanır, həmçindəki sosial şəbəkələrdə. Bizim başçımız yoxdur. Bizim layihə rəhbərimiz, prodüserim Fəqan bəy Dadaşov var. Belə maraqlıdırsa, sosial mediamızdan ətraflı məlumat əldə edə bilərsiniz. Amma mənfi fikir bildirməklə əlinizdən nə keçir? Yəni bəyənmirsinizsə izləməyin. Biz burada sizə məcburlənmirik. Nalayiq ifadələr istifadə etmirik. Kiminsə təhqir eləmirik, açıq-saçıq geyinmirik. Yəni düşünürəm ki, hər şey əvvəlində. Əvvəlində də sözü kəsən bağışda. Deyir sizə ki, boşanmağa. Biz burada kimisə boşanmağı və ya birinci bölümün rəyini səhv etmirəmsə. Birinci ola bilər. Siz deyirsiniz ki, boşanmaq. Bizim heç kimlə problemimiz yoxdur. Və sizin ailənizdə hansısa bir problem varsa, o sizin şəxsi işinizdir. Siz orada özünüzü görmüsünüzsə, orada hansısa bir bizim dediyimiz cümlədə, hansısa bir kəlmədə özlərini görmüsünüzsə, o sizin mənfiliyinizdir. Biz niyə bilərik ki, sizin üçün? Gəlin belə eləyək də, biz bir hal-hazırda burada şan şöhrətdən danışmırıq, hansısa ailələrindən danışmırıq. Hərənin öz seçimi var, öz istədiyi yerlər var. Düzdür.